Əziz şagirdlər, bugün 6-cı sinif riyaziyyat kitabının birinci hissəsindən səhifə 30, 31, 32, 33 və 34-də olan tapşırıqların izahına baxacağıq. Dərsə keçməmişdən əvvəl onu deyim ki, dərslərimizə onlayn şəkildə qoşulmaq istəsəniz 051 759 55 96 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Birinci dərsimiz səhifə 30-da olan dərsimiz ilkin yoxlamadır. Birinci tapşırıqda bizə deyir ki, vahid kvadratlardan ibarət fiqurun hansı hissəsi qırmızı rənglənib, hansı hissəsi rənglənməyib, adi kəsirlə, onluq kəsirlə və faizlə ifadə edin. Baxaq görək, burada neçə kvadratımız var. 1, 2, 3, 1, 2, 3, 4 cəmi 12 dənə 12 dama var burada. Rənglənib 12-sindən neçəsi? 1, 2, 3, 4, 5, 6-sı. 12-sindən 6-sı rənglənib. Rənglənməyib. 12-sindən 6-sı rənglənibsə, 12-sindən 6-sı da rənglənməyib. Əgər bunu ixtisar etsək, 6-ya 2-də 1, burada 2-də 1 edəcək. Yəni, ümumi xanaların yarısı rənglənib, yarısı isə rənglənməyib. Onluq kəsirindən əgər biz bunu göstərsək, 2-də 1, yəni 0,5-dir. Bu da 0,5-dir. 0,5-i faizə çevirmək istəsək, 0,5-i 100%-ə vurmalıyıq. Bu da edəcək 50% rənglənib, 50% rənglənməyib. Faiz bu da edəcək 50%. Baxaq B variantına. 1, 2, 3, 4 1, 2, 3, 12 dənə damamız var. Ondan neçəsi rənglənib? 3-ü. Rənglənib 12-dən 3-ü. Rənglənməyib 12-də 9-u. Əgər bunu ixtisar etsək, bu edəcək 4-də 1, bu da edəcək 4-də 3. 4-də 1-i onluq kəsir şəklində göstərmək istəyirsə, bu 0,25 edəcək. Bu da 0,75 edəcək. Bunu əgər faizə çevirmək istəsək, edəcək 25%. Bu da edəcək 75%. Baxaq C variantına. 1, 2, 3, 1, 2, 3, 4, 5. 15 dənə dama var burada. Onun da 1, 2, 3, 4, 5, 6-sı rənglənib. Deməli, rənglənib 15-dən 6-sı rənglənməyib 15-dən 9-u. Bunu ixtisar etsək, əgər 3-ə, bu edəcək 5-də 2, bu da edəcək 5-də 3. 5-də 2-ni əgər onluq kəsirə çevirsək, 0,4 bu edəcək, 0,6 bu edəcək. 0,4-dürsə, əgər bu edəcək 40%, bu da edəcək 60%. Baxaq D variantına. Neçə dənə dama var görək? 1, 2, 3, 4, 5, 6, 7, 8, 1, 2, 3. 8 bölü 3, 24 dənə dama var.
rənglənməyib. Deməli 24-dən 1, 2, 3, 4 dənəsi rənglənməyib. 24-də 4. Onda 24-də 20-si də rənglənib. Bunu ixtisar etsək əgər 4-ə bu edəcək 6, bu da edəcək 5. Bunu da 4-ə ixtisar etsək edəcək 6-da 1. Onluq kəsirinə çevirmək istəsə əgər bunu onluq kəsrə çevirə bilmərik, bu dövr anlayacaq. Amma faizlə göstərmək istəsək 100%-ə vurmaq olar. 6-da 500%, bu da edəcək 6-da 100%. Bu cür göstərmək olar. Keçək ikinci tapşırığa. Boş xanaya uyğun ədədi tapın. Görürük ki, bu 7 3-ə vurulub, 21, 3-ü də 3-ə vuracaq, buraya yazacaq 9. 20 burada 4-ə bölünüb 5 eləyib, 16-nı da 4-ə böləcək, burada da 4 alacaq. 2 burada 4-ə vurulub 8 olub, 3-ü də 4-ə vuracaq, buraya yazacaq 12. 5 burada 5-ə vurulub 25 olub, 6-nı da 5-ə vuracaq, buraya 30 yazacaq. 8 burada 3-ə vurulub 24, 7-ni də 3-ə vuracaq, burada 21 yazacaq. 24 burada 12-yə bölünüb 2 olub, 60-ı da 12-yə böləcəyik, 5 yazacaq. Keçək 3-cü tapşırığa. Boş xanaya uyğun ədədi müəyyən edin. 4 metrimiz santimetrə çevirmək lazımdır. 4 metr bərabərdir 4 vurulsun 100, yəni 400 santimetr. 70 millimetr bərabərdir. Kiçikdən böyüyə keçəndə bölməliyik. 1 desimetrimiz 10 santimetr, bu da 10 millimetr olduğuna görə 1 desimetrimiz 100 millimetrdir. Deməli 70-i 100-ə bölməliyik. Bu da edəcək 0,7 desimetr. C variantı 40 metrimiz neçə kilometrdir? 1 kilometrimiz 1000 metr olduğuna görə 40-ı 1000-ə böləcəyik. O da edəcək 0,4 kilometr. D variantı 4,2 kiloqram neçə qramdır? 1 kiloqramımız 1000 qram olduğuna görə 4,2-ni 1000-ə vuracaq. Bu da edəcək 4200 qram. Və bizim cavablar olacaq. Keçək 4-cü tapşırığa. Hesablayın. 80 manatın 5-dəki hissəsi. 80 manatın 5-dəki hissəsini tapmaq üçün 80-i 5-də 2-yə vurmaq lazımdır. 80 ilə 5-i ixtisar etsək, 5-i 5-ə bir dəfə, bu da 16 dəfə. 16-nı 2-yə vuracaq, 32 manat edəcək. B variantı 40 metrin 4-də 3 hissəsi. 40-ın 4-də 3 hissəsini tapanda 40-ı vuruq 4-də 3-ə. 4 4-ə bir dəfə, 40-ı 4-ə böləndə 10, 13-ə vuranda edəcək 30. C. 3-də 2 hissəsi 6 olan. 3-də 2 hissəsi 6 olan deyəndə hissəsinə görə də tapılmasıdır bu. 6-nı 3-də 2-yə bölmək lazımdır. Böləndə də 6-nı vururuq bunun tərsinə, 2-də 3-ə. 2 2-yə bir dəfə, 6-nı 2-yə böləndə 3 dəfə, 3-ü 3-ə vuracaq, 9 edəcək. Keçək 5-ci tapşırığa.
Verilən asıllığa uyğun cədvəli və qrafiki dəftərinizdə tamamlayın. X-in qiyməti 1 vahid artırıldıqda Y-in qiyməti necə dəyişər? Cədvəlimiz Y bərabərdir 2x-dir. X-ə 0 verəndə 2 vur 0 0 Y-imiz 2-dirsə, deməli X-imiz 1 olub da, 2-ni 1-ə vuranda 2 eləsin. Y-imiz 4-dürsə, deməli bu 2 olub ki, 2-ni 2-yə vuranda 4 edir. Y-imiz 6 olanda, bu da 2 vurulsun 3, 6. Yəni X-imiz 3 olub. İndi bunun cədvəlini quraq. 0-da 0. X-ə 1 verəndə Y-imiz 2-dir. Bir verəndə Y-imiz 2-dir. Bu nöqtə. X-ə 2 verəndə Y-imiz 4-dür. X-ə 3 verəndə Y-imiz 6-dır. Yəni bu nöqtədir. İndi bu nöqtələrdən keçən bir düz xətt çəkəcəyik. Belə bir qrafik çəkəcəyik. Bu da olacaq bizim qrafikimiz. Deyir ki, X-in qiyməti 1 vahid artıqda Y-in qiyməti necə dəyişir? X-in qiyməti 1 vahid artanda Y-in qiyməti 2 vahid artmış olur. Görürsünüz, bu 1-dən 2-yə keçəndə bu 2-dən 4-ə keçir. Deməli, bu 1 vahid artanda bu isə 2 vahid artmış olur. Keçək 6-cı tapşırığa. A variantına tənlikləri həll edin. 2x üstə gəlsin 3x bərabərdir 15. 5x bərabərdir 15. X bərabərdir 15-i 5-ə bölürük, 3 alırıq. B variantı 4x çıx x bərabərdir 18. Bu edəcək 3x bərabərdir 18. X bərabərdir 18. 3-ə böləndə 6 alırıq. C variantı x bölünsün 2 bərabərdir 9,6 çıx 6,9. Bu da edir x bölü 2 bərabərdir 9,6-dan 6,9 çıxsaq əgər 2,7 alarıq. Burada da x bərabərdir 2,7-ni 2-yə vurmalıyıq. Cavab edəcək 5,4. Burada cavab 3. Burada cavab 6. Burada cavab 5,4. 5,4. D variantına baxaq. D variantını da buradan yazım. X bölünsün 3 bərabərdir 6 bölünsün 2. X bölü 3 bərabərdir 6-nı 3-ə böləndə 2-yə böləndə 3 edəcək. X də bərabərdir 3-ü 3-ə vururuq. Cavab edir 9. Burada da cavab 9 olacaq. Keçək 7-ci tapşırığa. Tapşırığı yerinə yetirin. 60 metri 25% artırın. Bunun keçən illəri yaxşı üsulu var idi. 25% artır deyəndə 100-ün üzərində 25% gəlirdi. Edirdi 125%. 60-ın da 125%-ni tapırdıq. 125-ə vurub 100-ə bölürdük. Burada ixtisar etsək əgər 100 ilə 125-ə 25-ə bu edəcək 4 dəfə, bu edəcək 5 dəfə. 4 ilə də 60-ı ixtisar edək 1 dəfə, bu da edəcək 15 dəfə. 15-i də 5-ə vursam edəcək 75.
Deməli 60'ı 125% bizə verəcək 75. B variantı. 40 manatı 125% artırın. 100%'in üzərinə 125 gəlirik. Bu edir 225%. 40'ı vururuq 225'e bölürük 100'e. Bunlar getdilər. Burada istəsək 4'ü 225'e vuraraq yuxarı edər 900 bölünsün 10. Hərəsindən də 1 0 atsaq cavab edər 90. Baxaq C variantına. 80 kiloqramı 40% azaldın. 100'dən çıxırıq 40'ı. Bu edir 60%. 80'in də 60%'ini tapırıq. Bunun 1 0 ilə bunun 1 0'ı, bu 1 0 ilə bu 1 0 gedər. 8'i də 6'ya vururuq, edir 48 kiloqram. Səkkizinci tapşırığa baxırıq. Hansı bağlamadakı düyünün 1 kiloqramın qiyməti daha ucuzdur və neçəyədir? Əgər burada birincidə 3 kiloqramı 8 manat 48 tam onda 4 manatdırsa, yəni 8 manat 40 qəpikdirsə, onda biz onun 1 kiloqramını tapmalıyıq. Bunun üçün tutaq ki 8 manat 40 qəpiyi bölməliyik 3'ə. Bu da bizə verəcək 2 manat 80 qəpik. 1 kiloqramının qiyməti. Digərində, ikincisində 8 kiloqramı 20 manatdır. Onda da biz burada 20'ni 8'ə bölməliyik. 20 manatı 8'ə böləndə edəcək 2 manat 50 qəpik. Burada da 1 kiloqramının qiymətidir. Bu birisində 5 kiloqramı 13 manatdır. Burada da 13'ü 5'ə böləcək. 13'ü də 5'ə böləndə bu edəcək 2 manat 60 qəpik. Bu da 1 kiloqramının qiymətidir. Bizə deyir ki, 1 kiloqram qiyməti daha hansında ucuzdur? 2 manat 50 qəpik olan, yəni ikinci düyünün qiyməti daha ucuzdur. Və neçədir? 1 kiloqram qiyməti 2 manat 50 qəpik. Deməli, ikinci düyü qiyməti də 2 manat 50 qəpik. Keçək 9-cu tapşırığa. Suallara cavab verin. Sabit sürətlə 2 saatda 80 km yol gedən maşın 3 saatda nə qədər yol gedər? Əgər 2 saatda 80 km yol gedibsə, 80'i bölək 2'yə edir 40 kilometr 1 saatda. Bir saatda 3 saat istəyirsə 3'ü vuracaq 40'a edəcək 120 kilometr. B variantına baxaq. Alıcı 4 kiloqram alma üçün 7 tam %40 manat ödədi. 7,4 manat ödədi. O 3 kiloqram alma alsaydı nə qədər pul ödəyərdi? Birinci 7 manat 40 qəpiyi bölək 4 kiloqrama ki, görək 1 kiloqramının qiyməti nə qədərdir? Bu da edəcək 1 tam %85 manat. Yəni 1 manat 85 qəpik. 3 kiloqrama nə qədər pul ödəməyini istəyiriksə 1 tam %85'i vurmalıyıq 3'ə. Bunu da 3'ə vuranda edəcək 5 manat 55 qəpik. Yəni 5 tam %55 manatda demək olar. Baxaq 10-cu tapşırığa.
Düzbucağın eni 4 cm-dir. Bu onun perimetrinin altta bir hissəsini təşkil edir. Düzbucağın perimetri və uzunluğu nə qədərdir? Deməli, eni 4-dürsə, perimetrin altta bir hissəsini tapırıqsa, perimetrin altta bir hissəsi 4 olan ədəd tapmalıyıq. Onun üçün də 4-ü bölürük altta 1-ə. Yəni 4-ü vururuq 1-də 6-ya, cavab edir 24. Deməli, perimetrimiz 24-dür. Enimiz 4-dür. Uzunluğu tapmaq lazımdır. Perimetrin düsturundan istifadə etsək, 2 vurulsun, 4 üstə gəl, x bərabərdir 24. 4 üstə gəl, x bərabərdir 24 bölünsün 2. 4 üstə gəl, x bərabərdir 12. X də bərabərdir 12-dən 4 çıxacaq, edəcək 8. Həqiqətən də 8-dən 4-ü toplayanda 12, vuranda 2-yə 24 tapırıq. Deməli, perimetrimiz 24, uzunluğumuz 8. İkincidə deyir ki, düzbucağın eni uzunluğunun hansı hissəsidir? En, yəni 4, uzunluq 8-in hansı hissəsidir? Onun üçün 4-ü 8-ə bölürük, 2-də 1 və yaxud 0,5 hissəsi olacaq cavab. 0,5 hissəsi. Səhifə 31-ə keçək. Səhifə 31-də mövzumuz nisbətdir. Dərsin öyrənilməsinə baxaq. Araşdırma və müzakirədə bizə deyir ki, rəngsaz yaşıl rəngdə əldə etmək üçün hər bir qutu göy rəngə onunla eyni ölçüdə olan 3 qutu sarı rəng qatır. Rəngsaz bir qutu göy rəngdən istifadə etməklə neçə qutu yaşıl boya alar? Burada əlbəttə ki, görürük ki, bir qutu göy rəngdən, yəni bir qutu yaşıl rəng ala bilər. Alınan yaşıl boyada sarı boya onun hansı hissəsini təşkil edir? Əgər biz burada görürüksə, yaşılı almaq üçün bir göy üzərinə 3 dənə də sarı gəlmək lazımdır. Deməli, bizim yaşıl rəngimiz 4 hissədən ibarətdir ki, 1 ilə 3 toplayanda 4 hissədən ibarətdir. Onun da sarı hissəsi, yəni 4 rəngdən 3-ü sarıdır. 8 qutu yaşıl boya almaq üçün hər rəngdən neçə qutu qatmaq lazımdır? 8 qutu yaşıl almaq üçün hər yaşıl qutuya bir qutu göydür. Deməli, 8 vurulsun 1 göy. Deməli, 8 dənə göy qutu lazımdır. Hər bir qutu göy rəngədə 3 qutu sarı rəng qatdığına görə 8 vurulsun 3 sarı. Bu da bizə verəcək 24 sarı rəng qatmaq lazımdır. Öyrənmədə bizə deyir ki, öyrənmə nisbət. Ədədləri və ya kəmiyyətləri müqayisə etmək üçün vaxt nisbət anlayışından istifadə olunur. Məsələn, şəkildəki rəngli kubların saylarını müqayisə etdikdə deyilir ki, qırmızı və mavi kubların sayı 2-nin 3-ə nisbətindədir. Yəni, 2 dənə qırmızı var, 3 dənə də mavi var. 2-nin 3-ə nisbətində. Bu 2 böl 3 və yaxud 3-də 2 kimi yazılır. Çünki biz bilirik ki, kəsir işarəsi də bölmək deməkdir. 2-nin 3-ə nisbətində. Ümumi halda nisbət A böl B və ya B-də A kimi yazılır. A-nın B-yə nisbəti kimi oxunur. A-nın B-yə nisbəti. Burada A nisbətin əvvəlki, B isə sonraki əddə adlanır. Yəni, bu A əvvəlki, yəni birinci gələn, B də sonraki ədd adlanır. Nisbətlərin hədləri sıfırdan fərqli qəbul edilir, çünki heç bir nisbət sıfır ola bilməz. Nisbətin hədlərinin yerini dəyişdikdə bu nisbətin tərsi alınır. Məsələn, 2 bölü 3 nisbəti tərsi 3 bölü 2 nisbətidir. Fikirləş, şəkildəki kubların ümumi sayının qırmızı kubların sayının nisbəti necə yazmaq olar? Şəkildəki kubların ümumi sayı 5 dənədir. Qırmızı kublara sayının nisbəti 5 bölünsün 2 kimi yazıla bilər və yaxud da ki 2-də 5 kimi, yəni 5 bölünsün 2 kimi yazıla bilər.
Kubların sayı ilə bağlı əlavə hansı nisbətləri yazmaq olar? Bu nisbətlərin tərsi nəyi göstərir? 5 bölünsün 2 kimi yazmaq olar və yaxud məsəl üçün burada ümumi kubların sayının maviyə 5 bölünsün 3 kimi göstəriləcək. Bu da 3-də 5 kimi yazıla bilər. Çalışma 1-ə baxaq. Şəkildə verilənlərə görə tələb olunan nisbəti yazın. Bu nisbətlərin tərsini də yazın və nəyi göstərdiyini izah edin. Futbol toplarının sayının topların ümumi sayına nisbəti. Futbol topu görürük ki 1-2 dənədir. Ümumi futbol topu 2-dir. Ümumi topların sayı 3-dür. Olacaq 3-də 2. B variantında burada şəkil var sizdə. Qız, oğlan, qız, oğlan, qız, oğlan, qız kimi düzülüb. Qızların sayının oğlanların sayına nisbəti. Burada 1, 2, 3, 4 dənə qızdır. 1, 2, 3 dənə də oğlandır. Qızların sayının oğlanların sayına nisbəti 4 bölünsün 3 kimi olacaq. Yəni 4 qız, 3 oğlan var burada. Keçək ikinci tapşırığa. Fiqur 6 kongruent 3 bucaqdan ibarətdir. Uyğun nisbətləri yazın. A variantında deyir ki, rəngsiz üç bucaqlarının sayının rəngli üç bucaqların sayına nisbəti. Rəngsiz bir dənədir. A variantında bir dənədir. Rəngli də ki 1, 2, 3, 4, 5 dənədir. 5-də 1 olacaq. B variantına baxaq. Rəngli üç bucaqların sayının üç bucaqların ümumi sayına nisbəti. Rəngli 1, 2, 3, 4, 5 dənədir. Ümumi üç bucaqların sayı da 5, bir dənə də rəngsiz, yəni 6 dənədir. 5 bölünsün 6 kimi yazılacaq. C variantına baxaq. Üç bucaqların ümumi sayının rəngli üç bucaqların sayına nisbəti. Üç bucaqların ümumi sayı 6 dənədir. Rəngli üç bucaqların sayı da 5 dənədir. 6 bölünsün 5. Yəni birinci hansı yazıldırsa, yəni üç bucaqların ümumi sayı görürsünüz. Üç bucaqların ümumi sayı 6-dır. İkinci hansı yazılıb? Rəngli üç bucaqların sayı. Rəngli üç bucaqların sayı da 5-dir. 6-nı 5-ə bölməliyik. Hansı birinci gəlirsə, birincini bölməliyik ikinci yazılana. Keçək səhifə 32-yə. Üçüncü tapşırıq. Sinifdəki qızların sayı ilə oğlanların sayı 13 bölünsün 12 nisbətindədir. Oğlanların sayının şagirdlərin ümumi sayına nisbəti. Sinifdəki qızların sayı oğlanların sayının 13 bölü 2 isə deməli, birinci gələn qızdır. Qız 13 dənədir. Oğlan isə 12 dənədir. Ümumi uşaqlar, yəni ümumi sayda 13-dən 12-ni toplayacaq, 25 dənə edəcək. İndi bizə A variantında deyir ki, oğlanların sayının şagirdlərinin ümumi sayına nisbəti. Oğlanlar 12 dənədir, 12 bölünsün, ümumi sayda 25. 25-də 12 kimi yazılacaq. B variantında deyir ki, şagirdlərin ümumi sayının sayı 25-dir, qızların sayına nisbəti. Yəni 13-ə nisbəti belə yazılacaq. Bunu bölmək kimi də göstərmək olar. 12 bölünsün 25 və yaxud da 25 bölünsün 13 kimi də göstərmək mümkündür. Keçək 4-cü tapşırığa. Meyvə qabında 5 alma, 3 nar, 2 heyvə var. Uyğun nisbətləri yazın. A variantında narların sayının almaların sayına nisbəti. Narların sayının almaların sayına nisbəti, yəni 3-ün 5-ə nisbəti. Və yaxud da bunu belə də yazmaq olar. 3 bölünsün 5 kimi. B variantı almaların sayının narların sayına nisbəti. Yəni alma 5-dir, nar 3-dür. 5 bölünsün 3. Bunu da 3-də 5 kimi göstərmək olar. C variantına baxaq. Almaların sayının heyvanların sayına nisbəti.
Almaların sayı 5, heyvaların sayı 2-dir. 5 bölünsün 2. Bunu da 2-də 5 kimi göstərmək olar. D variantı, meyvələrin ümumi sayının narların sayına nisbəti. Meyvələrin ümumi sayı 5-də 3, 8, o da 2, 10-dur. 10 bölünsün, narların sayı da 3-dür. Bu da bizə verəcək 3-də 10 kimi göstərmək olar. Keçək 5-ci tapşırığa. Şəkilə əsasən nisbətlərin mənasını izah edin, nisbətlərin tərsini yazın və mənasını izah edin. Birincidə yazılıb 3 bölünsün 4. Görə 3 bölünsün 4. Görə 3 dənə eyni nə var burada? 3 dənə məsələn 3 dənə dairə var. Görürsünüz 1, 2, 3. 4 dənə də kvadrat var. Bunun mənası olar, deməli, dairələrin kvadrata nisbəti. Dairələrin kvadrata nisbəti kimi göstərmək olar. Sonra 4 bölünsün 7. 4 dənə nə var burada? 4 dənə dedik ki kvadrat var. 7 dənə var, 7 dənə figur var. Deməli, kvadratların bütün figurlara nisbəti. Belə yazmaq olar. O birisi nədir? 5 bölünsün 2. 5 dənə nə var burada? 5 dənə eyni nə var burada? 5 dənə mavi rəngli figur var. 2 dənə də qırmızı rəngli figur var. Bunu belə yazmaq olar. Mavi rəngli figurların qırmızı rəngli figurlara nisbəti. Bunu bu cür göstərmək olar. Keçək 2/7-yə. Bu ikisini silim. böl 7. 2 dənə nə var burada? Qırmızı rəngli figur var. 7 də ümumi figurların sayıdır. Yazacağıq. Qırmızı rəngli figurların ümumi bütün figurlara. Bütün figurların sayına nisbəti kimi göstərə bilərik. Nisbəti. Və sonuncu 3 bölünsün 7. 3 dənə nə var burada? 3 dənə nə var? Eyni. 3 dənə dairə var. Dairələrin sayının bütün figurların sayını nisbəti kimi göstərmək olar. Bunların da tərsi 3/4-də 4/3, 4/7-də 7/4, 5/2-də 2/5, 2/7-də 7/2, 3/7-də də 7 bölünsün 3 kimi göstərmək olar. Keçək öyrənməyə. Öyrənmədə bizə nə deyir?
Ekvivalent nisbətlər. Nisbətin hər iki həddini sıfırdan böyük eyni ədədə vurduqda və ya böldükdə əvvəlkinə bərabər yaxud ekvivalent nisbətlər alınar. Deməli, ekvivalent nisbətlər o deməkdir ki, bunlar bir-birinə bərabər olsunlar. Şəkildəki düzbucaqların rəngli hissələrinin rəngsiz hissələrin nisbətləri ekvivalentdir. Məsəl üçün, rəngli burada bir dənədir, rəngsiz hissə 2 dənədir. 1-in 2-yə nisbəti. Burada da rəngli 2 dənədir, rəngsiz 4 dənədir. İndi bunların bir-birinə bərabər olmağını sizə göstərim. Məsəl üçün 1 bölünsün 2 niyə 2 bölü 4-ə bərabərdir? Çünki 2 bölü 4-ün sürət və məxrəcini 2-yə bölsəm əgər yuxarıda 1, aşağıda 2 almış olaram və 2də 1 kəsirinin 4də 2 kəsirinə bərabər olduğunu görmüş oluram. Hədlərin birdən fərqli ortaq böləni olarsa, nisbəti qarşılıqlı sadə ədədlərin nisbəti ilə əvəz etmək olar. Bu nisbətin sadələşdirilməsi adlanır. Məsələn, əbab 12-15 bərabərdir 3 olduğu üçün 12-nin 15-i nisbətini belə sadələşdirmək olar. Yəni, hər birini 3-ə bölüb 4də 5 kimi göstərmək olar. Biz bunu kəsirlərin ixtisarında öyrənmişdik də. Əbaba bölürdük. Yəni, hər ikisini 3-ə bölürdük. Bunu 5 kimi, bunu 4 kimi göstərə bilərik. Fikirləş. Hədləri bərabər olan nisbətin 1 bölü 1 nisbəti ilə ekvivalent olduğunu necə izah etmək olar? Məsələn, 20-nin tutaq ki, 20-yə böləndə hər birini 20-yə bölsək 1 bölünsün 1 alarıq. Və yaxud da 20 bölünsün 20 kəsirinin hər birini 20-yə ixtisar etsək 1 bölünsün 1 almaq olar. 6-cı tapşırığa baxırıq. Uyğun nisbətləri yazın və sadələşdirin. Rəngli hissələrin sayının rəngsiz hissələrin sayına nisbəti. Rəngli hissələr 3 dənədir. 1, 2, 3. 3-ün rəngsiz hissələr isə 9 dənədir. 3-ün 9-a nisbəti. Hər birini ixtisar etsə 3-ə, burada 1, burada 3 ala bilərik. Yəni 3də 1 kimi götürmək olar. Rəngsiz hissələrin sayının bütün hissələrin sayına nisbəti. Rəngsiz hissələr 9 dənədir. ABC və şimdi bunun ikincisini yazırıq da burada. Rəngsiz hissələrin sayının bütün hissələrin sayına nisbəti. 9-u böləcək bütün hissələrdən neçə dənədir? 12 dənə. İxtisar etsə 3-ə, 4də 3 alarıq. 4də 3 və 3-cü bütün hissələrin sayının rəngli hissələrin sayına nisbəti. Bütün hissələr 12-dir. Rəngli hissələri də 3-dür. 12-ni də 3-ə böləndə burada 4 alarıq. Keçək B variantına. Rəngli hissələrin sayının rəngsiz hissələr. Rənglilər 1, 2, 3 bölünsün. Rəngsiz hissələr də 3-dür. 3 bölünsün 3. Burada alaram 1. Rəngsiz hissələrin sayının bütün hissələrə. Rəngsiz hissələr 3-dür. 3-ü bölürəm bütün hissələri 6-ya. Hər birini ixtisar etsəm 2də 1 alaram. Bütün hissələrin sayının 6-nın rəngli hissələrin nisbəti, yəni 3-ə nisbəti, burada da 2 almış oluram. Baxaq C variantına. Rəngli hissələrin sayının rəngsiz hissələrin sayına nisbəti. Rənglilər 1, 2, 3. Rəngsizdəki 1, 2, 3, 4, 5, 6. Bu bizə verəcək 2də 1. İkinci, rəngsiz hissələrin sayının 6-nın bütün hissələrə nisbəti. Bu da bizə verəcək 9. İxtisar etsək 3-ə, 3də 2 alarıq. Bütün hissələrin sayının sayı 9-un
Rəngli hissələrə say 3-ə nisbəti. Bu da bizə verəcək 3. Keçək səhifə 33-ə. Səhifə 33. 7-ci tapşırıq. Verilmiş nisbətlərə ekvivalent olan 3 nisbət yazın. 7-nin A variantında 5-in 1-ə. Tutaq ki, bunu artırdıq. Hər birini 2 dəfə. 10 bölünsün 2 kimi. Hər birini 3 dəfə artıraq. 15 bölünsün 3 kimi. Hər birini 4 dəfə artıraq. 20 bölünsün 4 kimi göstərmək olar. B variantı 7-də 3. 7-də 3-ü göstərmək olar. Sürət və məxrəci 2 dəfə artıraq. 6, 14. Göstərmək olar. 3 dəfə artıraq. 9, 21. 4 dəfə artıraq. 12. Buranda 28 kimi göstərmək olar. C variantı 7 bölünsün 11. 7 bölü 11'i 2 dəfə artırsaq 14 bölünsün 22. 3 dəfə artırsaq məsəl üçün 21 bölünsün 33 kimi göstərmək olar. 4 dəfə artırsaq 28 bölünsün 44 kimi göstərmək mümkündür. D variantı 8-də 2. 8-də 2-ni göstərmək olar. Məsəl üçün 2-yə ixtisar etsək 4-də 1 kimi göstərmək olar. Və yaxud sürət və məxrəci 2 dəfə artırsaq 16-da 4 kimi göstərmək olar. 3 dəfə artırsaq 6, burada 24 kimi göstərmək olar. Baxaq tapşırıq 7-nin Y variantına. On 16 bölünsün 8. Hər birini 8-ə bölmək olar. Məsəl üçün göstərmək olar 2 bölünsün 1 kimi. Hər birini 4-ə bölmək olar. 4 bölünsün 2 kimi göstərmək olar. Hər birini tutaq ki 2-yə bölmək olar. 8 bölünsün 4 kimi göstərmək olar. Burada bayaq gördük ki, ekvivalent nisbətlərdə hər birini eyni ədədə vurmaq və yaxud da bölmək olar. F variantına baxaq. 12-də 42. Hər birini gəlin bölək 2-yə tutaq ki, bu olacaq 21, bu olacaq 6. Tutalım, hər birini bölək 6-ya. 6-ya bölsək, bu olacaq 2, bu olacaq 7. Sonra 2 dəfə hər birini artırmaq olar. Bu olar 24, bu olar 84. Belə göstərmək mümkündür. C variantına baxaq. 9-da 5. Hər birini 2 dəfə artıraq. 18-də 10 kimi. 3 dəfə artırsaq 27-də 15 kimi. 4 dəfə artırsaq 36-da 20 kimi göstərmək olar. Baxaq H variantına. 4 bölünsün 3. 2 dəfə artıraq hər birini. 8 bölü 6 kimi göstərmək olar. 3 dəfə artırsaq 12 bölünsün 9 kimi. 4 dəfə artırsaq 16 bölünsün 12 kimi göstərmək mümkündür. Baxaq I variantına. 2 bölünsün 5. Hər birini 2 dəfə artıraq. 4 bölünsün 10. 3 dəfə artıraq. 6 bölünsün 15. 4 dəfə artırsaq, məsələn 8 bölünsün 20 kimi yazmaq olar. Dostlar, mən özüm rahat olsun deyə 2 dəfə, 3 dəfə və 4 dəfə artırıram. Siz bunu müxtəlif dəfə artıra bilərsiniz. 10 dəfə, 5 dəfə, 7 dəfə, ürəyiniz neçə dəfə istəyirsə artıra bilərsiniz. Və sonuncu J variantına baxırıq. 6 bölünsün 6 nisbəti biz bilirik ki 1 eləyir.
Bunu 1 bölünsün 1 kimi də yazmaq olar. 9 böl 9 kimi də yazmaq olar. 100 bölünsün 100 kimi də yazmaq olar. Çünki nisbətini 1 verməlidir. Keçək tapşırıq 8-ə. Ekvivalent nisbətləri müəyyən edin. Ekvivalent nisbətləri o idi ki, bərabər nisbətlər. Görək bunlardan hansısı bir-birinə bərabərdir. Bunun üçün gəlin bunları kəsirdə yazaq və görək ki, hansı nisbətlər bir-birinə bərabərdir. 4 bölünsün 6-nı belə yazmaq olar. 6-da 4 kimi. Gəlin bunu ixtisar edək. Olsun 3-də 2. 2 bölü 7-ni 7-də 2 kimi göstərmək olar. 8 böl 10-u 10-da 8 ixtisar etsək 5-də 4 kimi göstərmək olar. 12 bölünsün 15-i 15-də 12 3-ə ixtisar etsək 5-də 4 kimi göstərmək olar. 200 bölünsün 700-ü 700-də 200 bunu da hər birini 100-ə bölsək 7-də 2 kimi göstərmək olar. 2 bölünsün 3 nisbətini elə 3-də 2 kimi göstərəcək. 10 bölünsün 6 nisbətini 6-da 10 hər birini 2-yə bölsək 3-də 4 kimi göstərəcək. Qaldı burada bizim 36 bölünsün 8-i 8-də 36 kimi hər birini 4-ə bölsək əgər 2-də 9 kimi 2-də 9 kimi bəli 5 bölünsün 3 nisbətini 3-də 5 kimi göstərəcək. 9 bölünsün 2 nisbəti də elə 2-də 9 kimi göstərə biləcək. İndi ekvivalent nisbətlər, yəni bir-birinə bərabər olanları seçək. Bir-birinə bərabər olanlar tutaq ki 2-də 9, 2-də 9. Yəni 9 bölünsün 2 ilə 36 bölünsün 8 ekvivalentdirlər. Burada göstərək 2-də 9 bölünsün 2, bir də 36 bölünsün 8. Bunlar ekvivalentdirlər. Bunlar getdi. Digərlərin başqa rənglə rəngləyək. Görək nə var. 3-də 2 var burada. 4 bölü 6 nisbəti. 3-də 2 var burada. 2 bölünsün 3 nisbəti. Başqa yoxdur. Deməli 4 bölünsün 6 nisbəti də 3-də 2 verdi bizə. Bir də 2 bölünsün 3 nisbəti də bizə 3-də 2 verdi. Bunlar ekvivalentdirlər. Bunlar da getdi. Sonra baxsaq əgər 2 bölünsün 7 nisbəti 7-də 2, 200-ün 700-ə bölünsməsi də 7-də 2 verib bizə. Deməli, bununla da bu ekvivalentdir. Səkkiz bölü 10 nisbəti 5-də 4 verib, 12 bölü 15 nisbəti də 5-də 4 verib. Deməli, 8 bölü 10 nisbəti ilə 12 bölünsün 15 nisbəti də ekvivalentdirlər. Burada 10 bölünsün 6 nisbətini biz 3-də 5 kimi göstərməliydik. Mən onu 8 kimi görmüşəm. 3-də 5. Bunu da sarı rəngləyə 3-də 5 ilə 3-də 5 də eyni olacaq. Yəni 10 bölünsün 6 nisbəti ilə 5 bölünsün 3 nisbətində ekvivalent kimi götürəcəyik. 9-cu tapşırıq. 9-cu tapşırıqda bizə deyir ki, verilmiş nisbətləri 2 natural ədədin nisbəti şəklində yazın və mümkün olduqda sadələşdirin. Tutaq ki, burada birincisini verib nömrə 9-un birincisi 1,6 bölünsün 4,8. Gəl bunun hər birini 10-a vuraq. Bu olur 16, bu da olur 48. Hər birini 16-ya ixtisar etsək, bu olar 1, bu da olar 3. Belə göstərmək olar. 1 bölünsün 3.
İkinci 2,5 bölünsün 7,5. Hər birini 10'a vuraq. Bu olacaq 75, bu da olacaq 25. Hər birini 25'e ixtisar etsək, bu bir dəfə, bu da 3 dəfə alırıq. Yəni 1 bölünsün 3. Üçüncü 7'də 3 böl 7'də 6. Gəlin bunu kəsirlərin bölünməsi kimi əldə edək. 7'də 3'ü vuraq bunun tərsinə, 6'da 7'yə. 7'lər ixtisar gedər, bir dəfə, bir dəfə. 3 ilə də 6'nı 3'ə ixtisar edək, bir dəfə, bu da 2 dəfə. Bu edər 1, bu da edər 2. Yəni 1 bölünsün 2 kimi yazarıq. Dördüncü 5'də 2 bölünsün 3'də 1. 5'də 2'ni vuracam bunun tərsinə, yəni 1'də 3'ə. Bu da edəcək 5'də 6. Yəni 6 bölünsün 5 kimi göstərmək olar. Və 5-incisinə baxaq. 0,6 böl 8'də 3. Bunu belə göstərərik. 10'da 6 bölünsün 8'də 3. Birinci kəsir olduğu kimi saxlayaq. 10'da 6 vurulsun 3'də 8 bərabərdir. Ondan deməli 6 ilə 3'ü 3'ə ixtisar etsək bir dəfə, 2 dəfə. Ondan 8'i də 2'yə ixtisar etsək 4 dəfə, 5 dəfə. Yuxarıda alaram 8, aşağıda alaram 5. Yəni 8 bölünsün 5 kimi yazmaq mümkündür. Üstünə də yazmaq olar. 1 bölünsün 3, 1 bölünsün 3, 1 bölünsün 2, 6 bölünsün 5, bu da 8 bölünsün 5 kimi göstərmək olar. Keçək 10-cu tapşırığa. Nisbətlərin ekvivalent olması üçün boş xanaya uyğun ədədi müəyyən edin. A variantında 3 böl 4'ü deyir ki, bu boş xanaya nə yazaq? Mən görürəm ki, 4'ümüz 20'yə çevrilib. Yəni ona nə olub? 5'ə vurulub. Onda 3'ü də 5'ə vurmalıyıq. 3'ü də 5'ə vuranda bura 15 yazılmalıdır. Sonra baxırıq, boş xana bilmirəm neçədir, amma 12'nin 3'ə çevrildiyini görürəm. Yəni bu 4'ə bölünüb. Onda 4'ə bölünüb belə eləməyə tərsinə gedək ki, siz çaşmayasınız. Məsəl üçün belə yazmaq olar. Bu 3'ümüz əgər 12'yə çevrilibsə, deməli 4'ə vurulub. Bu 1'i də 4'ə vuracaq. Bu da yazacaq 4. C variantı daha asandır. 8, 24 olması üçün 3'ə vurulub. Bunu da 3'ə vuracaq. Bura 15 yazacaq. 16 neçə olub ki, 0,8 olub. 4 neçə olub. 16'nı gəlin 0,8'ə bölək. Bunun üçün hər birini 10'a vuraq. Bu olsun 160, bu da olsun 8. Deməli bu 160 ilə 8'ə böləndə 20 edir. Deməli 16 20'yə bölünüb. 4'ü də 20'yə bölməliyik. 4'ü 20'yə böləndə cavab edir, ixtisar etsək 5'də 1. 5'də 1 də kəsirlə və yaxud hər birini 2'yə bölək. 2'yə böləndə 2, bu da edəcək 10. Yəni 0,2 kimi göstərmək olar. Boş xanaya da 0,2 yazılmalı idi. 11-ci tapşırıqda burada şəkillər olmalıdır. İndi bizdə göstərilməyib, amma sizin kitabda göstərilib o. Uşaqlar ekvivalent nisbətləri yazdıqlarını söylədilər. Səhvləri tapın və izah edin. Elxan fikrinə görə 3'ün üstünə 6 gəlib, 14'ün üstünə 6 gəlib, 20'də 9 eləyib. Bu ekvivalentdir. Xeyr, bu ekvivalent deyil. Çünki hər birini eyni ədədə vurmalısan və yaxud eyni ədədə bölməlisən. Bu ola bilməz. Məsələn, sübut da eləmək olar ki, 20'də 9'u ixtisar edəndə ixtisar heç olmur. Yəni ki, uzaq başı ixtisar olsaydı əgər 14'də 3 almalıydıq, bu səhvdir. Elxan səhvdir. Samir hər birini 3'ə vurub, düzdür.
Gəlin ixtisar edək. Məsəl üçün, hər birini gəlin 3-ə bölək. 3-ə böləndə 3 bura 14 alınır. Yəni, bir-birinə bərabərdir. Deməli, bu doğrudur. Doğru. Lalə 3-ü 2-yə vurub 14-ü 2-yə bölüb. Lalə də səhvdir. Lalə də gərək hər birini ya 2-yə vuraydı, ya 2-yə böləydi. Yəni, bu da səhvdir. 12-ci tapşırıq. Ekvivalent nisbətləri yazmaqla cədvəli tamamlayın. Nümunə, üçbucağın sayı 1, tərəfləri 3, üçbucaqların sayı olanda tərəflərinin sayı 6 olmalıdır. Çünki 3 dəfə artır axı. Tərəflərin sayı 9-dursa, deməli 3 dənə üçbucaq var. Üçbucağın sayı 5-dirsə, 15 dənə deməli burada tərəf sayı olmalıdır. Çünki 3-ə vurulmalıdır. A variantında deyir ki, quşların sayı 1, qanadların sayı 2. Quşların sayı 3 olanda hər birinin 2 dənə qanadı olanda 6 olacaq. 9 dənə quş olanda 9-u 2-yə vursam 18 dənə qanad olacaq. Yaxşı, 10 dənə qanad varsa neçə quş var? Onu 2-yə bölməliyik. Burada 5 yazmalıyıq. 5 dənə quş var. Baxaq B variantına. Karandaş qutularının sayı 1, karandaşların sayı 8. Deməli, bir dənə qutuda 8 dənə karandaş var. 2 dənə qutuda 2 vur 8. 16 dənə karandaş olmalıdır. 3 dənə qutuda 3 vur 8. 24 dənə karandaş olmalıdır. Əgər karandaşların sayı 40-dırsa, 40-ı 8-ə bölməliyik. Deməli, 5 dənə qutu var. Keçək səhifə 34-ə. 10-cu tapşırıqda bizə deyir ki, ayran hazırlamaq üçün hər bir stəkan qatığa 2 stəkan su qarışdırmaq lazımdır. Ekvivalent nisbətlər yazmaqla cədvəli tamamlayın və suallara cavab verin. Birinci cədvəli tamamlayaq. Deməli, 1 stəkan qatığa 2 stəkan su gedirsə, 3 stəkana neçə stəkan su gedər? 3 stəkan qatığa vurmaq lazımdır 2-yə, bərabərdir 6 edəcək. 4 stəkan qatığa da 2-yə vurmaq lazımdır, 8 stəkan edəcək. Əgər 10 stəkan su ehtiyac, yəni istifadə eləmişiksə, onu da 2-yə bölməliyik. Cavab 5 etməlidir. Yəni 5 stəkan qatığa da 10 stəkan su lazımdır. Deməli, hər bir stəkana 2 dəfə çox su qatmaq lazımdır. A variantında deyir ki, 1 stəkan qatıq və 2 stəkan sudan nə qədər ayran alınar? 1 ilə 2-ni toplayacağıq, 3 stəkan ayran alınar. B variantında deyir ki, 15 stəkan ayran hazırlamaq üçün neçə stəkan qatıq lazımdır? 15 stəkan ayran hazırlamaq üçün 15-i bölməli 3-ə bərabərdir 5 stəkan qatıq lazım olacaq. C variantına baxaq. C variantında bizə deyir ki, 4 stəkan qatığa 6 stəkan su qarışdırılıb, ayran hazırlamaq üçün bu qarışığa daha neçə stəkan su əlavə edilməlidir? 4 stəkan qatığa 4-ü əslində 2-yə vurmalıyıq, 8 stəkan su qarışdırılmalı idi. Burada 6 stəkan su qarışdırılıb, 8-dən də 6-nı çıxıram. Deməli, 2 stəkan suda əlavə olunmalıdır. C-nin cavabı 2, B-nin cavabı 5. Keçək 14-cü tapşırığa. Dəftərin 48 səhifəsindən 40 səhifəsi yazılmışdır. Hər nisbət nəyi ifadə edir? Bu nisbətləri sadələşdirin. Birinci nisbət 40-ın 8-ə. Deməli, 48 səhifə var. 40 səhifəsi yazılmış.
Onda 8 səhifədə yazılmamış səhifəmiz var. Deməli, birincidə 40-ın 8-ə deyirsə nisbətini, deməli, burada yazılmışın boş səhifələrə nisbətidir. Gəlin bunu da boş səhifələr eləyək. Səkkiz səhifədə boş. Bunu sadələşdirmək lazım gəlsə əgər 40-ın 8-ə bölünməsi ixtisar etsək 8-ə, bura 1 düşəcək, bura 5 düşəcək. Yəni 5-in 1-ə nisbəti. 2. 8-in 40-a. 8-in 40-a 8 boşdur. Deməli, boşun yazılmışa nisbətidir bu. 8-in də 40-a nisbəti ixtisar etsək 8-ə 1 dəfə düşəcək, 5 dəfə düşəcək. Bunun da yazılışı 1 bölünsün 5 olacaq. Üçüncüyə baxaq. Üçüncüdə 40-ın 48-ədir. Yəni 40 səhifə nədir? Yazılmış səhifələrin bütün səhifələrə nisbəti. Bütün səhifələrə nisbəti. Bunu da belə yazmaq olar. 40 bölünsün 48, hər birini 8-ə bölsək bu 5 dəfə düşər. Bu da 6 dəfə düşər. Bu da edəcək 5 bölünsün 6. Baxaq dördüncüyə. Dördüncüdə 8-in 48-ə nisbəti. 8 nədir? Boşun yenə bütün səhifələrə. Bütün səhifələrə nisbəti. Bunu da belə yazmaq olar. 8 bölünsün 48. Hər birini 8-ə ixtisar etsə 1 dəfə 6 dəfə. Bu da 1 bölünsün 6 edər. 5-ciyə baxaq. 48 bölünsün 40. 48 nədir? 48 bütün səhifələrdir. Bütün səhifələrin 40 nədir? Yazılmışa nisbəti. Bunu da belə yazmaq olar. 48 bölünsün 40. Hər birini 8-ə ixtisar etsək 6 dəfə. Bu da 5 dəfə edər. 6 bölünsün 5. Və sonuncu 6-cıya baxaq. Qırx səkkiz bölünsün 8. 48 bütün səhifələr. Bütün səhifələrin 8 nə idi? Boş səhifələrə nisbəti. Bunu da belə yazarıq. 48 bölünsün 8. Hər birini 8-ə ixtisar etsə 1 dəfə 6 dəfə. Bu da edər 6 bölünsün 1. Keçək 15-ci tapşırığa. Sütunlu diaqramda 6A sinifində oxuyan şagirdlərin məktəbə gəlmə üsulları haqqında məlumat verilib. Piyada gələnlərin sayının avtobusla gələnlərin sayına nisbətini yazın. Piyada gələnlərin sayı, piyada gələnlər görünür burada 8 nəfərdir. 8-in avtobusla gələnlərin nisbəti sayı isə 7-dir. 8 bölünsün 7. B variantı, metro ilə gələnlərin sayının, yəni 5 nəfər, maşınla gələnlərin sayı 4-ə nisbəti
5 bölünsün 4. Bu 7-dir. C variantı. Şagirdlərin ümumi sayının avtobusda gələnlərin sayına nisbəti. Ümumi sayı tapmaq üçün bunların hamısını toplamaq lazımdır. 4 üstə gəl 7 üstə gəl 8 üstə gəlsin 5. 24 bölünsün avtobusda gələnlər 7 nəfər. 7-yə nisbəti. D variantı. Maşınla gələnlərin sayı sinifdəki şagirdlərin hansı hissəsini təşkil edir? Maşınla gələnlər 4 bölməliyik. Sinifdəki şagirdlərin ümumi sayı 24-dür. İxtisar etsək, altta bir hissəsini təşkil edir. Nisbətləri tərsinə yazında deyəndə bunu 7 bölünsün 8 kimi yazacağıq. Bunu 4 bölünsün 5 kimi yazacağıq. Bunu da 7 bölünsün 24 kimi yazacağıq. Keçək 16-cı tapşırığa. Qızıldan zinət əşyaları düzəltmək üçün hər 15 qram təmiz qızıla 4 qram mis əlavə edilir. Cədvəl tərtib etməkdə suallara cavab verin. A variantında zərgər zinət əşyaları düzəltmək üçün 90 qram qızıla neçə qram mis əlavə etməlidir? Alınan qarışığın kütləsi nə qədər olar? Və burada necə edək? Bir dənə belə cədvəl quraq. Bura olsun qızıl, bura olsun mis. 15 qram qızıl götürəndə bura 4 qram da mis əlavə etmək lazımdır. Yaxşı, A variantında bizə deyir ki, 90 qram qızıl götürsək nə qədər biz ora mis əlavə etməliyik. 90 qram qızıl götürəndə görürük ki, bizim 15 neçə dəfə artıb 90 olması üçün? 6 dəfə artıb. Onun üçün də misi də 6 dəfə artırmaq lazımdır. Yəni 4-ü də 6-ya vurmaq lazımdır. Bu da deyəcək 24. Mis əlavə etmək lazımdır 24 qram. Alınan qarışığın kütləsini tapmaq istəyiriksə, bu 90-dan bu 24-ü toplamaq lazımdır. 90 üstə gəlsin 24. Bu da bizə verəcək 114 qram. Bu olacaq 24 qram. Alınan qarışığın da kütləsi olacaq 114 qram. Keçək B variantına. Neçə qram qızıla 20 qram mis əlavə edilməlidir? Alınan qarışığın kütləsi nə qədər olar? Bu qızıl, bu da mis. Əgər 15 qram qızıla 4 qram mis əlavə olunursa, 20 qram mis əlavə ediriksə, indi görək neçə qram qızıl lazımdır bizdə. Baxırıq, 4 qram misimiz 5 dəfə artıb 20 olub. Deməli, 15-i də 5 dəfə artırmaq lazımdır. Yəni, 5-ə vurmalıyıq. 15-i də 5-ə vuranda edəcək 75. Deməli, 75 qram qızıl olmalıdır. Alınan qarışığın kütləsi deyəndə 75 ilə 20-ni toplamayacaq. 75 üstə gəlsin 20. Bu da verəcək bizə 95 qram. Bununla da nisbət mövzusunun izahlarına baxdıq. Dərslərimizə qoşulmaq istəsəniz 051 759 55 96 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hamınıza uğurlar.